Hal-hazırda yer kürəsində bu baş verən bütün hadisələr bizi, insanları Allahsızlığa aparır. Hal-hazırda çox insan Allaha inanmır. Vallahi inanmır. Doğru. Deyir, mən nəyə görə inanmalıyım ki? Hanı o Allahın? Gəlsin bunu çözsün də, düzdürmü? Və o qədər çətin bir dövrdür ki, o pislik düzdür, bunlar hamısı düzələcək. Yəni Allah icazə verdikcə ki, görüm oradan kimlər mənə gəlib tapacaq. Mən uzaqda deyiləm deyir. Deyir, mən sənin şax damarından yaxınam. Sən niyə məni orada axtarırsan, göylərdə axtarırsan? Gəl bütün bu xaosun içində hər şeyi qoy kənara. Dinlə, sən bildiyin məsləhətdir. Bizə azad iradə verib. Baxın, Aytan xanım, sizin bir çox proyeksiyanız hal-hazırda yer kürəsində var, kvant sahəsində var. Mənim uğursuz Kəmalə obrazım, mənim uğurlu Kəmalə obrazım, mənim 5 uşaqlı Kəmalə obrazım, mənim nə bilim dünya stadionunda çıxış eləyən və duaları təbliğ eləyən bir Kəmalə obrazım hər yerdə yaranıb. Sadəcə mən hansına doğru necə gedirəmsə, o məndən asılıdır.